Prezident İlham Əliyev İcbari Tibbi Sığorta Fondunun 2025-ci il büdcəsi haqqında 10 fevral 2025-ci il tarixli fərmanında dəyişiklik edib. Xəbər səsi mətbuat.az-a istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən tibbi ərazi bölmələrini idarə etmə birliyinin təbib tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödəyişləri və dotasiya məbləği üzrə xərclər 1 milyard 720 milyon 956 min 292 manatdan 1 milyard 642 milyon 956 min 292 manata, o cümlədən tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər 6 milyon manatdan 3 milyon manata, işğaldan azad olunmuş ərazilərdə mobil hospitalların saxlanılma xərcləri isə 2 milyon 500 min manatdan 1 milyon manata endirilib. Əvəzində təbibin tabeliyindəki tibb müəssisələrinin dərman, sarğı ləvazimatlarının və materiallarının, maddi-texniki bazasının, piyada təminatının və digər işlərin maliyyələşdirilməsi üzrə xərclər 464 milyon 765 min manatdan 497 milyon 765 min manata qaldırılıb. O cümlədən dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üzrə xərclər 200 milyon manatdan 190 milyon manata, tibb müəssisələri üçün ərzaq məhsullarının alınması və təminatı üzrə xərclər 25 milyon manatdan 21 milyon 300 min manata, tibb müəssisələri üçün zəruri tibbi avadanlıq və inventarın alınması üzrə xərclər 28 milyon manatdan 63 milyon 500 min manata, xidməti və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınması üzrə xərclər isə 10 milyon manatdan 21 milyon 200 min manata dəyişdirilib. Bundan başqa, təbib intabeliyində olmayan tibb müəssisələrinə tibbi xidmətlərə görə sığorta ödəyişləri xərcləri 430 milyon manatdan 495 milyon manata qaldırılıb. Aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi xərcləri isə 40 milyon manatdan 20 milyon manata endirilib.